Yeni bir mənzildə hamınızı xoş gördük, dəyərli kanalımızın abunəçiləri. Bugün Yasamal rayonu Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsi Osmanlı hamamın tam yanında, düz yolun kənarında 11 mərtəbəli daş binanın 9-cu mərtəbəsindəyik. Burada qanuni 2 otaq kupçalı bir mənzili sizlərə çəkib təqdim edəcəm. Hal-hazırda eyvan hissəsini gördünüz. Daxil olacaq mənzil haqqında bütün məlumatları sizlərə qeyd edəcəm. Hal-hazırda bazarda dəyərindən aşağı qiymətə satılan qanuni 2 otaqlı kupçalı bir mənzili təqdim edirəm. Burada mənzilimizin giriş qapısı yerləşir. Giriş qapıdan mənzilə daxil oldu. Belə bir dəhliz, koridor hissəsi bizi qarşılayır. Qanuni 2 otaqdır. Proyekt necədirsə o şəkildə də təmin olunub. Heç bir pidelka işləri görülməyib. Bir otağımız orada yerləşir. Burada mətbəx hissəmiz. Burada isə ikinci otağımız yerləşir. Burada isə belə bir geniş dəhliz hissə var və bütün otaqlardan həm qonaq otağı, həm mətbəx, həm yataq otağından eyvana çıxış var. Qərb istiqamətinə baxır, orta evdir, daş binadır, gün düşən bir mənzildir. Bu hissədə isə mənzilin sanitar qovşağı, hamam tualet hissəsi yerləşir. Baxın, bu şəkildədir. Hamam tualeti bir yerdədir. Qaz, su, işıq təminatı fasiləsizdir, sənəd kupçadır. Alıb rahatlıqla yaşaya bilər və yaxud ki, icarəyə verə bilərsiniz. Burada mənzilin qonaq otağı hissəsi yerləşir və qonaq otağından eyvana çıxış hissəsini az öncə gördünüz. Burada mətbəx hissəsi yerləşir və mətbəxdən də həmçinin eyvana çıxmaq mümkündür. Qanuni 2 otaq 70 kvadrat ölçülü kupçalı bir mənzildir. Qeyd edim, bina ərazinin yeganə daş binalarındandır. Binada yeraltı dayanacaq, geniş həyət var. İnfrastrukturla zəngin bir ərazidə yerləşir. İnşaatçılar metrosuna cəmi 2 dayanacaq məsafəsindədir. Burada isə mənzilin yataq otağı yerləşir. Bu otaqdan da eyvana çıxış mümkündür. Qazı, suyu, işığı daimidir. Sənəd kupçadır. Dövlət ipotekasına tam yararlıdır. Qiymət də çox münasib qiymətdir. Aşağıda qiymət haqqında da məlumat qeyd edəcəm. Baxın, belə bir mənzil. Bir daha sizlərə göstərim. Giriş qapımız, sanitar qovşağı, qonaq otağı, mətbəxi və yataq otağı. Bazar dəyərindən çox aşağı qiymətə satılan bir mənzil. 11 mərtəbəli binanın 9-cu mərtəbəsi, qanuni 2 otaq 70 kvadrat kupçalı bir mənzil. Mənzil haqqında bu qədər. Növbət çəkilişdə görüşənədək Allah alara və satana xeyir versin.